2016-cı ilin aprelində tarixi aprel döyüşləri kimi düşən hadisələr zamanı Ermənistan Silahlı Qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri iri çaplı silahlarla hədəf almaqla beynəlxalq humanitar hüququn, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevra Konvensiyasının tələblərini kobud şəkildə pozub. Aprel döyüşləri zamanı mülki şəxslərin qəsdən öldürülməsi, yaralanması, əmlaklarına külli miqdarda ziyan vurulması faktları üzrə məhkəmədə elan olunan sənədlərdə bu bir daha təsdiqini tapır. Qeyd olunan cinayət işi 2016-cı ilin aprelin 2-dən 28-nədək Ermənistan qoşunlarının atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının tələblərinin kobud şəkildə pozulması əsasında milli zəmində düşmənçilik niyyəti ilə qəsdən adam öldürmək, mənəvi və fiziki zərər yetirmək məqsədi ilə törədilmiş çoxsaylı cinayət əməllərini əhatə edir. İbtidai istintaq materiallarında göstərilir ki, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının yaşayış məntəqələrinə, həmçinin hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibb müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə iri çaplı atıcı silahlardan, mina atan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş açılıb. Düşmənin raket artilleriya qurğularından və iri çaplı atıcı silahlardan açdığı atəşlərlə Tərtər rayonunun Qaraağacı və Şıxarx kəndləri ərazisində mülki şəxslər qəsdən öldürülüb və onlara müxtəlif xəsarətlər yetirilib. İbtidai istintaq materiallarına görə 2016-cı il aprelin 5-də Ermənistan Silahlı Qüvvələri milli zəmində düşmənçilik niyyəti ilə qəsdən adam öldürmək, özgə əmlakını partlatmaqla qəsdən məhv etmək və zədələmək məqsədi ilə Tərtərin ərazilərinə, yaşayış məntəqələrinə, hərbi hədəf olmayan təhsil və tibb obyektlərinə, mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə müxtəlif tipli hücum silahlarından atəşlər açıb. Həmin gün rayonun Həsənqaya kəndinin artilleriya ilə atəşə tutulması nəticəsində 16 yaşlı Turanə Həsənli qəsdən öldürülüb. Eləcə də 2016-cı ilin aprelində Tərtər şəhəri Həzi Aslanov küçəsində ümumilikdə 163 nəfərə məxsus yaşayış evləri mərmilərlə atəşə tutulub. Atılmış mərmilərin partlaması nəticəsində mülki sakinlərin qəsdən öldürülməsinə cəhd olunub. Onların əmlakları isə qəsdən məhv edilməklə mülki sakinlərə külli miqdarda ziyan vurulub. İbtidai istintaqda müəyyən olunub ki, Ermənistan Silahlı Qüvvələrinin həmin vaxt hədəf götürdüyü obyektlərdən biri Tərtər rayon Şıxarx qəsəbəsi yaxınlığında fəaliyyət göstərən qum çınqıl zavodu olub. Zavoda atılmış mərminin partlaması nəticəsində əmlak qəsdən məhv edilib və külli miqdarda ziyan vurulub. Hadisə zamanı həmçinin zavod işçilərinin qəsdən öldürülməsinə cəhd olunub. Bundan başqa Tərtərin Düyərli kəndində Etibar Quliyevə məxsus yaşayış evinə atılmış mərminin partlaması nəticəsində Mehbarə Əliyeva və Kəmalə Ağayeva xəsarət alıb. Ermənistan Silahlı Qüvvələrinin hədəf aldığı yaşayış məntəqələrindən biri də Goranboyun Tapqaraqoyunlu kəndi olub. Mərmilərdən biri kənd sakini Abbas Allahverdiyevin evinə atılaraq partladılıb. İbtidai istintaq materiallarında qeyd olunur ki, aprelin 2-də Ağdam rayonunun kəndlərinin və yaşayış məntəqələrinin iri çaplı atıcı silahlardan, mina və qumbar atanlardan, artilleriya qurğularından intensiv atəşə tutulması nəticəsində Qaraş Dadaşov öldürülüb. İclasda Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi bölmələrin yerləşmədiyi Tərtərin Əskipara kəndinin tərkibində ağ fosfor olması güman edilən 122 mm kalibrli P4 markalı top mərmisi ilə atəşə tutulması faktı üzrə sənədlər də elan olundu. Bu cinayət əməli Ermənistan Silahlı Qüvvələrinin 2016-cı il aprelin 23-29-da milli ədavət və düşmənçilik niyyəti ilə kütləvi şəkildə dinc sakinləri qəsdən öldürmək, eləcə də vətəndaşların əmlakını, təsərrüfatlarını və yaşayış məntəqələrinin infrastrukturunu məhv etmək məqsədi ilə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlar tətbiq edilməklə törədilib. Elan edilən sənədlərdən biri 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin təxribat diversiya qrupunun döyüş postuna hücuma keçməsi nəticəsində Azərbaycanın milli qəhrəmanı Çingiz Qurbanovun Tovuzun Ağbulaq kəndində qəsdən öldürülməsi faktı üzrə idi. Elan edilən sənədlərin digəri isə Ermənistanın ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi mina terroru ilə bağlı idi. Qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin ayrı-ayrı vaxtlarda bastırdığı minanın partlaması nəticəsində Rəvan Bayramov, Səid Əzizli, Müslüm Novruzov, Ramil Hotolov,
Orxan Heybətov, Müslüm Novruzov və digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İclasda həmçinin 2017-ci il mayın 13-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus avtomobillərin odlu silahlardan atəşə tutulması, işğal altında saxlanılan Azərbaycan ərazilərində iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayətlər, Ermənistan Silahlı Qüvvələrinin ayrı-ayrı vaxtlarda Azərbaycanın müxtəlif yaşayış məntəqələrini və mövqelərini iri çaplı silahlarla atəşə tutması nəticəsində çoxsaylı vətəndaşlarımızın öldürülməsi və müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktları üzrə sənədlər elan olundu. İbtidai istintaq materiallarında qeyd olunur ki, 2017-ci il iyulun 4-də saat 20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə 73 mm-lik tank əleyhinə dəzgahlı min atanlardan Füzulinin Alxanlı kəndi atəşə tutulub. Nəticədə kənd sakini Sahibə Allahverdiyeva və yaş yarımlıq nəvəsi Zəhra Quliyeva öldürülüb. Kənd sakini Səlminaz Quliyeva isə çoxsaylı qəlpə yaraları alıb. İclasda tarixə Tovuz döyüşləri kimi düşən və 2020-ci ilin iyulunda baş verən hadisələr, dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən General-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin öldürülməsi, həmçinin 44 günlük vətən müharibəsi 2020-ci il oktyabrın 2-də Şəmkir rayonu istiqamətində qəsdən adam öldürməyə və özgənin əmlakını xüsusilə küllü miqdarda ziyan vurmaqla qəsdən məhv etməyə cəhd edilməsi, Gəncə şəhərinə raketlərlə edilmiş hücum, Ermənistan Silahlı Qüvvələrinin bastırdığı minanın partlaması nəticəsində Babək Səmidlinin, Cavad İsmayılovun, Vasif Məhərrəmovun, Rəşad Cavadovun, Sərxan Muxtarovun, Arif Əliyevin, Babək Əliyevin öldürülməsi, 55 nömrəli Yol İstismarı İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin öldürülməsinə cəhd edilməsi, Kəlbəcərin Ağdaban və Başlıbel kəndlərində törədilmiş kütləvi qətliam, Xocavəndin Edilli və Xocalının Fərrux kəndlərində aşkarlanmış kütləvi məzarlıq faktları üzrə sənədlər elan olundu. İbtidai istintaq materiallarında qeyd olunur ki, 1992-ci il aprelin 8-də Ermənistan ordusu Kəlbəcərin Ağdaban kəndinə silahlı hücum edərək 30 nəfəri qəsdən öldürüb, 11 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və 5 nəfəri girov götürüb. Evləri yandıraraq kəndi işğal edib. İclasda elan olunan sənədlərlə paralel iş üzrə keçən fotoşəkillər də nümayiş etdirildi. Məhkəmə prosesi oktyabrın 2-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözü gedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.